Fikirlərdən biri mətnin məzmununa aid deyil. Cavabımız arılar isti hava şəraitinə uyğunlaşmaqda çətinlik çəkir olacaq. Çünki mətndə arıların yaşadığı hava şəraiti ilə bağlı, mövsümlə bağlı müəyyən bir qeydə rast gəlinmir. Amma ana bir gündə 1000-dən çox yumurta qoya bilir. Məsələn, bu fikri biz əlavə eləyə bilərik 4-cü abzasa. Burada ana arının yumurta qoyması haqqında danışır. Qruplarda erkək arılar daha çoxluq təşkil edir. Burada da arıların qruplaşmasından bir neçə abzasda göstərilir. Misal üçün, ikinci abzasda yazıb ki, hətta minlərlə erkək arıdan ibarət olur. Bura əlavə edə bilərik. Arılar sığınacaqlarda yaşayır. Bu da məhz arıların yaşadığı mühit barədə 3-cü abzasda qeyd olunduğu üçün hər birinin sığınacağı olduğu yazılmışdı. Ora əlavə etmək olar. Koloniyalar özləri də yenidən qruplara bölünür. Bu da mətndə elə ikinci abzasda koloniyaların qrupları haqqında məlumat verilmişdi. Məhz bu hissəyə əlavə etmək olar.